Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Bugün bildiğiniz gibi Ebu'l-Fazl Abbas ağamızın mevlud günüdür. Bu münasibətle başta İmam-ı Zaman Əddəllah Fərəci Şərif ağamız olmaqla bütün Müslüman bacı ve kardeşlerimizi, xüsusən bütün Əhl-i Beyt aşiqlərini səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək olsun. İstəyirəm Ebu'l-Fazl Abbas əleyhissalamın haqqında bir qədər qısa da olsa sizə məlumat verəm. Adı Abbas, ləqəbləri Babül Həvaic, yəni hacətlər qapısı. Bəni Haşimin ayı, Kərbəla ələmdarı, Səqqa, vəzifəsi Kərbəla bayraqdarı, İmam Hüseyin əleyhissalamın ordusunun sərgərdəsi. Künyəsi Ebu'l-Fazl, Ebu'l-Fazil, atası Həzrəti Əli Əmir-əl-Müminin əleyhissalam, anası Ümmül-Bənin əleyhissalam. Əsl adı Fatimə. Künyəsi Ümmül-Bənin, anasının anası Səamə. Yəni Ümmül-Bəninin anasının adı Səamə. Həyat yoldaşı Əli Əmir-əl-Mömin əleyhissalam. 4 şəhid anası olub. Abbas, Əbdullah, Cəfər və Osman. Qəbri şərifi Mədinədə Bəqi qəbristanlığında, yəni Ümmül-Bənnin qəbri şərifi Mədinədə Bəqi qəbristanlığında. Doğum tarixi, yəni Ebu'l-Fazl Abbas əleyhissalamın doğum tarixi Şaban ayının 4'ü 26. Hicri qəməri ayı. Doğulduğu yer Mədinə, şəhadətə yetişdiyi tarix 61. Hicri ili, yəni müsəlman ayıda qəmərlə gedir, ay tarixi ilə gedir. Məhərrəm ayının 10'unda şəhid olduğu yer Kərbala, Əl-Qəməd çayının sahili. Onun qəbri də orada, yəni həmən yerdə yerləşir. Ömür şərifi 34 il, 5 və ya 6 ay. O 3 imamın dövründə yaşamışdır. Əziz atası Əli Əmir-əl-Mömin əleyhissalam, İmam Həsən əleyhissalam və İmam Hüseyin əleyhissalamlar. Ebu'l-Fazl Abbası dünyaya gələndən sonra Əli əleyhissalama verdikdə Həzrət onun qollarından öptü. Qiyamət günü imamlar anası Fatime-i Zəhra salamullah aleyha Abbasın kəsilmiş əllərini şəfaət üçün gətirəcəkdir. Ebu'l-Fazl Abbas əleyhissalam İmam Həsən əleyhissalamın zamanında sərgərdəlik məqamında idi. Hər kəsin İmam Həsənə bir sözü olsa idi, Ebu'l-Fazl Abbas'a deyərdilər. İmam Hüseyin əleyhissalam Kərbəlada Abbas'a dedi, canım sənə qurban olsun ey qardaş. İmam Zeynül Abidin əleyhissalam buyurur, Həzrəti Ebu'l-Fazl Abbas əleyhissalamın Allah dərgahında elə yüksək bir məqamı vardır ki, qiyamət günü şəhidlərin hamısı onun halına qibtə edəcəklər. İmam-ı Sadiq əleyhissalam buyurub, bizim əmimiz Abbas İbni Əlinin nüfuzlu bəsirəti və möhkəm imanı var idi. İmam-ı Zaman ağa buyurub, salam olsun Əmir-əl-Müminin oğlu Abbas'a, canını qardaşına müsavat yolunda təqdim etdi, dünyasını, ahirətini qazanmaq üçün xərclədi və canını qardaşına fəda etdi. Salam olsun Ebu'l-Fazl Abbas'a, canı ilə qardaşını himayə edən
əlləri kəsilən şəxsə. Əbəlfəzli Abbas ağamızın bəzi xüsusiyyətləri ilə siz əzizlərimizi tanış etmək istəyirəm. Kərbəlada İmam Hüseyin əleyhissalamın müqəddəs huzurunda şəhid olanların hamısı böyük iftixar sahibləri, adları və xatirələri tarixdə əbədiləşən, ləyaqətli, fəzilətli və xoşbəxt insanlar idi. Amma Kərbəla şəhidləri arasında bəzi şəxslərin xüsusi fəzilətləri var. Belə böyük şəxslərdən biri də Heydər-i Kərrarın oğlu, Dilavər Pəhləvan Əbəlfəzli Abbas idi. Onun zatı ən uca şəxsiyyətə və kamala malik olmaqdan əlavə, həm də ordunun bayraqdarı idi. Su yollarının bağlandığı və su qəhət olan vaxtda İmam Hüseyin əleyhissalamın əhli əyalına su gətirməyi öhdəsinə götürdü. Öz canını da bu böyük məsuliyyət yolunda fəda etdi. Həzrəti Əbəlfəzlin Kərbəlada göstərdiyi rəşadət, vəfadarlıq və canfəşanlıq bəşəriyyət tarixində heç vaxt unudulmayacaq. Misilsiz və dillər əzbəri olan gözəl bir nümunə yaratdı. Buna görə də məsum imamlar, əleyhissalamlar o böyük şəxsiyyətin özü, əxlaqı, fəzilətləri, insani keyfiyyətləri və rəşadəti barəsində gözəl kəlamlar buyurmuş, hər biri müəyyən bəyanlarla onu tərifləmiş və onun əzəmətinin bir qismini xatırlamışlar. Məsum imamlar Həzrəti Əbəlfəzlin fəzilətləri haqqında hər biri bir növ gözəl və dəyərli sözlər işlətmişlər. İmam-ı Sadiq əleyhissalam Əbəlfəzl Abbas haqqında belə buyurmuşdur. Əmimiz Abbas nüfuzlu və dərin bəsirətə, polad kimi möhkəm imana malik idi. Həzrəti İmam Hüseyin əleyhissalamın qarşısında cihad edərək çox gözəl mübarizə etdi və axırda şəhid oldu. İmam-ı Sadiq əleyhissalam onun ən böyük xüsusiyyətlərini belə sadalayır. Bəsirət Həzrət Abbas əleyhissalamın ən aşkar və bariz xüsusiyyətlərindən biri idi. Dərin təfəkkür və bəsirət sahibi olduğuna görə İmam Hüseynə itaət etdi və nəticədə şərafət və kəramət zirvəsinə yüksələrək öz adını tarix səhifələrində əbədiləşdirdi. Həzrətin bir başqa xüsusiyyəti onun möhkəm iman sahibi olması idi. Onun imanı sarsılmaz və möhkəm idi. Onun imanının möhkəmlik əlamətlərindən biri öz qardaşı və Rəsul-i Əkrəmin reyhanəsinin huzurunda cihad etməsi idi. Bu işdə yalnız məqsədi həm atasının, anasının və Allahın və qardaşının razılığını qazanmaq idi. Onun digər bir fəziləti şəhidlərin ağasının əmr və fərmanı əsasında cihad etməsidir. Qardaşının ilahi istəyinin yolunda cihad o Həzrətin nail olduğu ən böyük fəzilət idi və onun öhdəsindən layiqincə gələrək bu imtihandan alnı açıq çıxdı. Buna görə də o Allaha yaxın şəxsdir ki, ondan çoxlu kəramətlər, yəni möcüzəli işlər görünmüşdür. Şiələrin nəzərində Həzrəti Əbbasın məqamı, Şiələrin nəzərində Əbbasın şərif məqamına baxın. Kişi, qadın, azad, qul və uşaqlar üçün belə bir saat keçmir ki, onun şərif adı çəkilməsin. Elə bir həddədir ki, sayıla bilməz. Onun şərif adına and içmək müxaliflərin qəlbində qorxu və vəhşət yaradır və qorxurlar ki, böyük bəlaya düçar olsunlar, yaxud mal və dövlətləri, övlad, uşaqları tələf olsun. Əhl-i Beyt xanədanının şiyələri qəti olaraq bilsinlər ki, bu müsibətdə hər kəsin qəm, qüssə və kədərləri nə qədər artıq olarsa və ağlamaqları və ona fəğan etmələri, bu möhnətlərə acımaları nə qədər çox olarsa, belə şəxslərin Səyyid-i Şühəda ilə ittihadı, yəni ona yaxınlığı da bir o qədər artıq olmuş olacaq və belə ki, ən böyük
İmamın şəfaətinə də onun nail olması digərlərindən daha artıq olacaq. Əbəlfəzl Abbas əleyhissalam kimdir ki, təvəllüdünün əvvəllərindən Həzrət Əmir-əl-Möminin Əli əleyhissalam şərif gözlərindən yaş axan bir halda onun qollarından öpür və buyururdu, sanki görürəm bu əllər Fəratın qolunun kənarında qardaşı Hüseynə kömək etdiyi zaman bədənindən ayrılacaq. Bu Əbəlfəzl kimdir ki, o dünyaya gələndə bacısı Zeynəb buyurdu. Allaha and olsun, Abbas aydan da gözəldir. Bu Əbəlfəzl kimdir ki, Əmir-əl-Mömin Əli əleyhissalam ömrünün son anlarında onun əllərini İmam Hüseynin əllərinə qoyub buyurdu. Abbas, Kərbəlada qardaşını yalqız qoyma. Bu Əbəlfəzl kimdir ki, İmam Hüseyin əleyhissalam Aşura günü axşam çağı ona buyurdu. Canım sənə fəda olsun. Ey qardaş, bu Əbəlfəzl kimdir ki, Kərbəla səhrasında Aşura günü bütün uşaqların ümid dolu gözləri ona dikilmişdi. Bu Əbəlfəzl kimdir ki, İmam Hüseyin əleyhissalam onun başı üstündə bərkdən ağlayar. Buyurdu, indi belim sındı. Bu Əbəlfəzl kimdir ki, qiyamət günü bütün şəhidlər onun yüksək məqamına qibtə edəcəklər. Bu Əbəlfəzl kimdir ki, İmam-ı Zaman əleyhissalam ona salam göndərərək buyurur, qardaşına yardım etmək yolunda canını fəda etdi və qolları bədəndən ayrıldı. Bu Əbəlfəzl kimdir ki, qiyamət günü Fatimə-i Zəhra salamullah əleyha onun iki kəsik əllərini Allah dərgahında şəfaət üçün gətirəcək. Bu Əbəlfəzl kimdir ki, Allah yanında belə bir məqamı vardır. Allah onun kəsilən iki qolu müqabilində ona iki qanad verəcəkdir ki, behişdə mələklərlə birlikdə pərvaz etsin. İslam yolunda iki nəfərin qolları kəsildi. Biri Cəfər-i Təyyar, biri də Əbəlfəzl Abbas. Onların hər ikisinə cənnətdə qanad veriləcək, onlar uçacaqlar. Həzrət Əbəlfəzl əleyhissalam Əhl-i Beytin gözünün nuru, onların ümidi idi. Həzrət Əbəlfəzl əleyhissalam Kərbəla suzlarının sərdarı və saqisi idi. Həzrət Əbəlfəzl əleyhissalam Kərbəlanın bayraqdarı idi. Həzrət Əbəlfəzl əleyhissalam İmam Hüseynin əhli əyalının və xeymələrinin keşikçisi idi. İmam Hüseyin əleyhissalam və Həzrət Abbas doğrudan da and olsun günəşə və onun şüalarına and olsun aya onun dalınca gələn zamana ayəsinin nümunələrindən biridirlər. Həzrət Əbəlfəzl əleyhissalam həyatının bütün mərhələlərində İmam Hüseyin əleyhissalama tabi idi, eyni ilə günəşin ardınca gələn ay kimi. Həzrət Əbəlfəzl əleyhissalam Kərbəlada Səqqal ləqəbini almışdır. Şəhidlər karvanının Mədinədən Kərbəlaya gəldiyi yol boyu həmişə su məşqi çiynində idi və susuzlara su verirdi. Həzrət Əbəlfəzl əleyhissalam son nəfəsinə qədər İmam Hüseyin əleyhissalamın bayraqdarı oldu. Həzrət Əbəlfəzl əleyhissalam ilahi elm sahibi və Rəbbani alim idi. Həzrət Əbəlfəzl əleyhissalam atası Əmir-əl-Möminin əleyhissalam kimi dünyaya 3 dəfə talaq vermişdir. Əbəlfəzl Abbas qardaşı ilə vidalaşan zaman asimana baxıb dedi, Pərverdigara, su çatdırmaq barədə vədəmə əməl etmək istəyirəm və bu məşqi bu susuz uşaqlar üçün su ilə doldurmaq istəyirəm. Sonra İmam Hüseynin alnından öpərək Fərata doğru hərəkət etdi. Həzrət Əbəlfəzl əleyhissalam özünü suya çatdırdıqda ovcu ilə bir qədər su götürüb içmək istədi. Birdən İmam Hüseyin əleyhissalamın və övladlarının susuzluğunu yadına saldı, ovcunu boşaltdı və su içmədən
geri döndü. Allah'a and olsun, ağam Hüseyin sus olan vaxta qədər dilimə su vurmaram dedi. Həzrət Əbülfəzl əleyhissalam vilayət qapısıdır. Hər kəs Əli əleyhissalam və Ali Əlinin vilayət şəhərinə daxil olmaq istəyərsə, gərək Həzrət Əbbasın vasitəsilə daxil olsun. Ona məhəbbət olmadan Ali Mühəmmədə dostluq yolu bağlıdır. Həzrət Əbülfəzl əleyhissalam fəzilətlər güzgüsü idi. Həzrət Əbülfəzl əleyhissalam Ali cənablıq və kəramət nümunəsi idi. Həzrət Əbülfəzl əleyhissalam vəhiy məktəbində tərbiyə almışdır. Əbülfəzl Abbas əleyhissalam vəhiy məktəbində tərbiyə almışdır. Atası Əli kimi acıları doyuzdurur, paltara ehtiyacları onlara paltar giyindirir, piyadaları tərkinə mindirir, əli altında olanlara nəvaziş edirdi. Həzrət Əbülfəzl Abbas İmam Hüseynin yolunda şəhadətə aşiq idi və buyururdu: ölüm, izzət və başı ucalıq səbəbi olduğu halda ondan heç bir qorxum yoxdur. Bizim üçün Əbülfəzl əleyhissalam kimi ağamız olmaqdan da böyük iftixar ola bilərmi? Kərbalada da uşaqlar bir-birinə deyirdilər: nigaran olmayın. Bizim əmimiz var, bizim Abbasımız var, o bizim keşiyimizi çəkir və bizim üçün su gətirir. Bütün şiyələrin ümid gözləri Həzrət Əbülfəzlə dikilir. Hər kəsin hər nə çətinliyi və hacəti varsa Həzrət Əbülfəzlə təvəssül edir. İlahi məsləhət tələb etdiyi təqdirdə hacəti rəva olur. Gəlin onun adını, xatirəsini, yolunu və məqamını tanıyaq. O Həzrətin insani fəzilətlər, mənəvi kamallarına tabi olaq. Çünki böyük Allah bu iftixarı şiələrə vermişdir. Amma biz onun qədrini bilmirik. Ya Abbas, sən hacətlər qapısısan bizim, hacətlərimizi rəva et və ümidsizliklərin qəlbini şad et. Ağamızın bugün Mövlud günü olması münasibətilə başda İmam-ı Zaman Əccəllah Fərəci Şərif olmaqla bütün müsəlman bacı və qardaşlarımızı, xüsusən bütün əhl-i beyt aşıqlarını təbrik edirəm. Allah Teala bizi bu mübarək ayın feyzindən, xeyir və bərəkətindən və rəhmətindən bir nəsib eləməsin. Allah Teala ağamızın bu dünyada ziyarətini, ahirətdə isə şəfaətini bizlərə nəsib eləsin. İndi isə sizi Allah'a əmanət edib sizdən ayrılıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.